Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Çox mühüm bir mövzunu və hər kəsi narahat edən, hamının illər düşündüyü bir məsələni diqqətinizə çatdıracağım. Öncə üstəgəl düyməsini vuraraq kanala abunə olun ki, ölkə gündəminin ən vacib xəbərlərini, müzakirələrini biz buradan sizə təqdim edirik, onları izləyə biləsiniz. Dəyərli izləyicilər, deputat Zahid Oruc danışıb və deyib ki, paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisadi, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələdir. Və hökumət Bakının 2040-cı il baş planında demografik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumata görə artıq həmin sayda əhali indi bu dəqiqə Bakıda yaşayır. Və dəyərli izləyicilər, deputat bildirib ki, Azərbaycanda 63 rayonun yalnız 29-unda əhalinin sayı 100 min nəfərdən çoxdur. Yəni rayonlarda əhali sayı o qədər azalıb. Rayonların cəmi 46%-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min 100 min arası əhali yaşayır. 4244 kəndin yalnız 92-sində əhalinin sayı 5 mindən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən belə azdır. Ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3,9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib. Yəni ölkə üzrə təbii qaz istehlakının 36% paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kilovat-saat, Bakı şəhərində isə 2,8 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Yəni ölkə üzrə elektrik enerjisi istehlakının 48% paytaxtın payına düşür. Halbuki Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axınının qarşısını almaq, kəndlərdə böyük qayıdışı təmin etmək üçün sərhədyanı ərazilərdə elektrik və qaz tarifləri 3 dəfə azaldılsın. Və üstəlik Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali üçün diferensial tarifləri tətbiq etməyin əsası var. Onun hər hansı büdcə itkisi olmayacaq. Əksinə əhalinin geri dönüşü artdıqca sıxlığın yaratdığı problemlər, mənzil, əmək, yollar, körpülər, keçidlərə qoyulan sərmayələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı marşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısını ala bilərik. Və bu fikri dəfələrlə biz də səsləndirmişik dəyərli izləyicilər. Bölgələrdə qaz və elektrik tarifləri nə qədər aşağı salınsa, bu əhalinin oradan Bakıya köçünün də qarşısını alar və geri dönüşü də sürətləndirər. Eyni zamanda da orada insanların əksəriyyəti az təminatlı olduğu üçün daha güzəştli şərtlərlə yararlana bilərlər ki, ilin əksər ayları da bölgələrdə soyuq keçir və bu insanlara da müəyyən bir güzəşt təmin edilmiş olar. Siz də fikirlərinizi yazın, bildirin. Zahid Orucun fikirlərinə haqq qazandırırsınızmı?